Bismillahirrahmanirrahim. Allahın salam, rəhmət və bərəkəti olsun hər kəsə. Əziz izləyicilər və dostlar, artıq bilirsiniz, bugün iyun ayının 3-üdür. Artıq Qədirxum bayramı yaxınlaşır. Sabah inşallah Qədirxum bayramıdır. Bugün mən özümə bir neçə vəzifəni, şəriət vəzifəsini və məsuliyyəti hiss etdim. Dedim, siz dostlarla bölüşüm. Qısaca olaraq, Qədirxum gününün əsas əməlləri barəsində sizlərə mən danışmaq istəyirəm. Və bilirəm, siz bu barədə çoxlu suallar yazırsınız. Artıq bugün iyun ayının 3-üdür. İnşallah bayram axşamıdır. Bir neçə əməllərə diqqət edək. Birincisi, bu gecə qusl almaq. Çox böyük savabı var. Özdə mənəvi paklığa hazırlıq bir gecəsidir. İnsan mənən hazırlaşır. Sabah oruç tutmaq müstəhəbidir. Hətta hədislərdə var ki, 60 ilin günahlarının kəffarəsidir. Üçüncüsü, Hz. Əleyhisselamın ziyarətnaməsini oxumaq. Və bu genişdir, hər kəs artıq internetdə onu oxuya bilər. Dördüncü şərt 2 rükət namazdır. Sabahları bunu qılacaqsınız. Yəni 4 iyunda inşallah zöhrdən əvvəl 2 rükət namazdır. Əs-salah, əs-salah, əs-salah. 2 rükət Qədirxum bayramının namazını qılıram. Müstəhəb qurbətən ilallah. Allahu Əkbər deyəcəksiniz. Həmdi oxuyandan sonra İxlas surəsini oxuyacaqsınız. İkinci rükətdə isə həmddən sonra Qədr surəsini. Bəzi rəvayət və mənbələrdə yazılır ki, həmin birinci rükət həmddən sonra 10 dəfə ixlas, əgər ona imkanınız varsa, edə bilmirsinizsə bir ixlas yetər. Və ya ikinci rükətdə həmddən sonra 10 dəfə Qədr edə bilmirsinizsə, bir dənə Qədr surəsini oxumaq kifayətdir. Və namaz, təşəyyüd salamdan sonra Allah həmdü səna edin, şükürlər edin və çoxlu salavatlar deyin. Sonra silə-i rəhm etmək. Silə-i rəhm nədir? Yaxınlar, bacı, qardaş, doğmaları ziyarət etmək və küçüllərlə barışmaq. İnşallah ümid edirəm ki, Allah Teala etdiyiniz bu pak əməlləri qəbul edəcək. Öncədən sizin də Qədirxum bayramınızı təbrik edirəm. Allah mübarək etsin inşallah.